Vatanımın sevgili məhbub imanıyım. Vatanımdır, vatanımdır, vatanım. 1990-cı ildə mənim 5 yaşım vardı. O vaxtlar uşaq olsam da 20 yanvar hadisələrini çox yaxşı xatırlayıram. Atamın, anamın həyəcanlarından, onların ruh hallarından nələrinsə düz getmədiyini hiss edirdim. Davamlı televizordan nələrsə izləyirdilər. İzlədikləri hər xəbərdən sonra hər zaman məyus olmaları isə bizə də təsir edirdi. Ancaq yenə də mənim ümidim vardı əlifba bayramımıza. Yaxşı oyuncaqları alacağıma inanırdım. 1992-ci ilin may ayında olacaqdı bizim bayramımız. Olmadı. Çünki 1992-ci ilin fevralında Xocalı faciəsi hamını qəhərə boğdu. Bir soyqırım yaşandı. İnanın ki, sadəcə həmin ili olmadı əlifba bayramı. Xocalıda da soyqırım yaşandı, mənim ümidlərimdə də. Bütün bunlara baxmayaraq ümidlərim heç bir zaman ölmədi. Böyüdük, anladıq. Vətənin nə olduğunu daha da yaxşı dərk etdik. Vətən üçün bütün oyuncaqlardan vaz keçiləcəyini anladıq. 30 il gözlədik. Ancaq sadəcə oturub gözləmədik. Hər gün biraz daha gücləndik. Ümidlərimiz gücümüzü daha da artırdı. İnandıq. İgid oğullarımıza, xalqımızın birliyinə və Ali Baş Komandanın cəsarətinə. Cıdır düzündə bir də hamımız Qarabağ! Azərbaycan! 30 illik həsrətə 44 gündə son qoyuldu. Qovuşduq sevdiyimizə, həsrətimizə və özümüzə. Artıq 30 il həsrətində olduğumuz, sadəcə adını eşidib özünü görə bilmədiyimiz ərazilərimizi görməyin vaxtı gəlib çatmışdı. Torpaqlarımızın azad edilib, zəfər qazanıldıqdan sonra o yerlərə qədəm basmaq, o torpaqlara toxunmaq üçün bir neçə dəfə cəhd etsəm də alınmamışdı. Bu dəfə maraqlı bir qrup, gözəl heyət və ən əsası da o yerləri qarış-qarış tanıyan bir bələdçi ilə bir Qarabağ səfərinə niyyətlənirik. Əvvəlcə səfərdə iştirak edəcəklərin hər biri Yolumuz Qarabağa isimli portaldan qeydiyyatdan keçir. Qeydiyyat işləri tamamlandıqdan sonra artıq yola rəvan ola bilərik. Səhər saat 5-də əvvəlcədən təyin olunmuş məkanda görüşüb, sevinc və həyəcan içərisində Bakıdan yola çıxırıq. Bələdçimiz Ramiz müəllimlə bir maşındayıq. Qeyd edim ki, Ramiz müəllim Ağdamlıdır. O, Ağdamdan çıxanda onun 15 yaşı olub. Zəfərdən bu yana 6 il içərisində ən azı 30 dəfə Qarabağa səfər etsə də, yenə də bizdən daha həyəcanlı və sevincli görünür. Yollardakı məlumat lövhələrindəki Şuşa, Ağdam yazıları isə adama başqa bir zövq verir. Bərdə şəhərini keçəndən sonra bizi qarşılayan ilk rayonumuz Ağdamdır. Bakıdan Ağdama 365 kilometr yolu 5 saata qət edirik. Burada yoxlama postundan keçib irəliləyirik. Ramiz müəllim bizə görünən hər yeri ən incə detallarına qədər izah edir. Sanki yaşanan bütün tarix gözümüzün qarşısında film kimi canlanır. Yolun ətrafında mənfur qonşularımız tərəfindən 30 il ərzində xarabalıqlara çevrilən kəndlərin qalıqlarını ürək yanğısı ilə izləyirik. İrəlilədikcə güclü Azərbaycan dövlətinin yenidən qurma işləri isə adamı qürurlandırır. Yeni salınan bağlar, zövqlə tikilən evlər və möhtəşəm şəhər layihəsi Ağdamı yenidən gözəlləşdirməyə davam edir. Ağdamda imarət kompleksində dincimizi alırıq. Bələdçimiz Ramiz müəllim bu məkanın tarixi haqqında bizə geniş məlumat verir. Bura hal-hazırda biz Qarabağ xanının iqamətgahıdır bura. İmarət kompleksi olaraq bilinən yerdəyik. Qarabağ klubunun bura meydançası olub. Qarabağ klubunun meydançası olub. Hal-hazırda çövkən oyunları üçün hazırlanıb. Bura baxdığımız yerlər Qarabağ xanı, 1-ci xanı Pənahəli xanın tikdirdiyi iqamətgahdır və irəli gedəndə görəcəyik
burada bildiyimiz kimi Pənahəli xan Cavanşirlər sülaləsindəndir. Bura həmin sülalənin ailə qəbristanlığıdır. İrəlidə biz onu gedəndə orada görəcəyik. Bura ermənilər buranı işğal edəndə demək olar burada heç bir şey qalmamışdı, hamısı dağıdılmışdı. Daha sonra məsələn bu görünən iqamətgah belə çox acınacaqlı vəziyyətdə idi. Daha sonra reservasiya oldu. Bu görünən yerlər Cavanşirlər sülaləsinin ailə qəbristanlığıdır. Ağdam ümumiyyətlə Ağdamda ilk tikili yer bura olduğu söylənilir və bura ağ rəngdə tikilib deyə bəzi rəvayətlərə görə Ağdam sözü ilə buradan gəlib. Ağdam, üstü də damı da ağ olub. Ağ olduğuna görə bura elə deyiblər Ağdam. Məsələn, o Ağdamın yanında görüşək deyiblər. Məsələn, Ağdamın yanında görüşək deyiblər. Məsələn, bir yerdə hardasa görüşəndə, karvan gəlib keçəndə Ağdamın yanında görüşək. İşte Ağdam. Ona görə Ağdamın bəzi o deyilənlərə görə elə Ağdam adı da elə buradan gəlib. Bura Ağdamın mərkəzi sayılır və bundan sonra şəhər buradan genişlənib. Ümumiyyətcə, Qarabağ xanı bildiyimiz kimi əvvəl Boyat qalası olur. Qarabağ xanı 1747-ci ildə əsası qoyulur Qarabağ xanlığının. Boyat qalasında olur. Daha sonra oranın zəif olduğunu düşünür Pənahəli xan. İrəlidə biz onu görəcəyik. Şahbulaq qalasına gəlir. Qalanı orada tikdirir ki, bura daha möhkəm olar, daha düşməndən qorunaqlı yerdir. Amma bir neçə ildən sonra baxır görür ki, yox, bura da əslində zəifdir. Və ondan sonra Şuşaya gedir. Orada Şuşi kənd var. Şuşi kənd o vaxtı bilmirəm, həmin vaxt o kənd var yoxsa yoxdur. Şuşi kənddən üzbəüz dağ olur. Dağın da üstü şəhər salmağa müsait bir yerdir. Pənahəli xan adamları göndərir, araşdırır, görür həqiqətən burada şəhər salmaq olar və o Şuşa daha sonra 3-cü Qarabağ xanlığının 3-cü qalası olur və Qarabağ xanlığı süquta yetirilənə qədər də elə xanlığın mərkəzi ora olub. Amma Qarabağ xanı özü hər zaman sonraki Pənahəli xan, onun övladları da buranı həmişə qışlaq kimi istifadə ediblər, belə deyək. Yayda orada olublar, qışda burada olublar. Yəni daim bura Pənahəli xanın elə iqamətgahı kimi fəaliyyət göstərib. Burada bayaq da qeyd etdiyimiz kimi ailə qəbristanlığıdır. İrəlidə Xurşidbanu Natəvanın da abidəsi var. Onu ermənilər dağıtmışdılar. İndi hal-hazırda bərpa olub. Daha sonra Ağdam Cümə məscidini ziyarət edirik. Ağdam Cümə məscidi sanki tək qalan bir şahid kimi illərlə bu ağrını qoruyub. İndi isə bu torpaq yenidən dirçəlmək üçün nəfəs alır. Xocalı şəhidlərinin qəbul edildiyi bir məkandır bu məscid eyni zamanda. İnanın ki, burada hər addım keçmişə toxunmaq kimidir. 1-ci Qarabağ döyüşlərində 6000-dən çox şəhid verən Ağdamın Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin ruhuna dualar oxuyub Əsgərana doğru yol alırıq. Ağdamla Əsgəran arasındakı məsafə 12 kilometrdir. Yolda təmir işləri gedir deyə təqribən yarım saatlıq yoldur. Bu yolun üzərində bizi Əsgəran qalası qarşılayır. Qeyd etməliyəm ki, Əsgəran qalası əsrlər boyu bu torpaqları qoruyub. Bu yerləri keçilməz edib. Biraz da irəlilədiyimiz zaman bu torpağın yaddaşında heç bir zaman sağalmayan bir yara olan Xocalıya şahidlik edirik. Xocalı coğrafi bir addan başqa eyni zamanda insanlığın sınandığı bir gecədir. O, xatirələri, ağrıları və itirilən həyatları daşıyır. Bu səssizlik əslində ən yüksək fəryaddır. Bu yol bizi Xankəndinə aparır. Əsgəranla Xankəndi arasındakı məsafə 15 kilometrdir. Qeyd edim ki, bütün bu rayonlar eyni yolun üzərində yerləşir. Xankəndi uzun illər susturulmuş bir şəhər idi. Onun küçələri yad addımlarla tanış olmuşdu. Amma indi bu şəhər yenidən öz sahibinin nəfəsini hiss edir. Burada həyat tədricən qayıdır. Hər açılan işıq, hər açılan qapı bir başlanğıca çevrilir. Bu şəhər artıq keçmişin kölgəsində deyil, gələcəyin işığında addımlayır. Qarabağ Universiteti bu yerlərin gəncliyindən, elmindən və rifahından xəbər verir. Ermənilərin qoyub qaçdıqları evlər və bu küçələr isə öz əsl sahiblərini gözləyir. Ruhun və mədəniyyətin zirvəsi olan Şuşaya yollanırıq.
Xankəndi ilə Şuşa arasındakı məsafə 14 kilometrdir. Bu məsafəni təqribən 25 dəqiqəyə getmək mümkündür. Şuşa, bu adı demək belə bir hiss oyadır insanın içində. Bura bir şəhər olmaqla birlikdə eyni zamanda bir ruhdur. Aşağı və yuxarı Gövhərağa məscid kompleksləri Şuşaya yenidən bir mənəvi ruh verir. Şuşa qalası əsrlərin qürurunu daşıyır. Cıdır düzü isə azadlığın nəfəs aldığı yerdir. Bu torpaqda musiqi var, tarix var, iz var. Hər daşında bir sənət, hər küçəsində bir xatirə yaşayır. Natavanın ruhu, Vaqifin türbəsi artıq tək deyil. Onlar öz soydaşlarının ağuşunda daha xoşbəxtdir. Şuşa Qarabağın ürəyidir və bu ürək yenidən döyünür. Yolumuz dağların qoynunda gizlənən bir keçidə, Laçına doğrudur. Bir zamanlar ayrılığın yoluydu bu yerlər. İnsanlar buradan gedirdi arxaya baxaraq. Bu gün isə buradan qayıdırlar. Dövlətimizin yenidən qurma işlərindən sonra Laçın fərqli bir gözəlliyə bürünüb. Möhtəşəm şəhər görüntüsünü izləyib, gecələmək üçün Laçın rayonunun Zabuq kəndinə yollanırıq. Zabuq kəndi hər tərəfi dağlarla əhatələnib. Burada da yenidən qurma işləri tamamlanıb. Kənd əhli bu möhtəşəm mənzərə və təbiət içərisində xoşbəxt yaşayır. Zabuq kəndində gecə sakitdir. Amma bu sakitlik qorxunun yox, rahatlığın sakitliyidir. Bu torpaqlar sözün həqiqi mənasında yenidən nəfəs alır. Dönüşümüz də Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları üzərindən olur. Hər bir rayonumuzda güclü abadlaşdırma və yenidən qurma işlərinin şahidi olduq. Bu torpaqlar uzun illər susdu, amma indi danışır. Zəngilan rayonunun Ağalı kəndinin gözəlliyi bizi valeh etdi. Belə demək mümkündürsə, Ağalı kəndi gələcəyin kəndidir. Burada həyat sıfırdan qurulur. Texnologiya ilə ümid birləşir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi isə zəfərə gedən yolun başlanğıcıdır. Cənab Prezidentin də dediyi kimi, Şuşa gedən yol Cocuq Mərcanlıdan başlayır. Cocuq Mərcanlıda tikilən məscid də bu mənada Şuşadakı Gövhərağa məscidi şəklində tikilir. Son olaraq bu torpaqlar bizə bir şey öyrədir. Hətta hər şey dağılsa belə yenidən qurmaq mümkündür. Yetər ki, ümid olsun, inam olsun, birlik olsun və ən əsası vətən sevgisi olsun. Qarabağ artıq bizim üçün bir həsrət deyil. Qarabağ bizim üçün bir qayıdışdır.